Salam dostlar, ümid edirəm ki, yaxşısınız. Bugünkü mövzumuzda samitlərin ardını keçirik. Yadınızdadsa samitlərin bölünməsini keçmişdik, Q hərfinin tələffüzünü keçmişdik. İndi Q hərfinin tələffüzünə baxırıq. Yazaq dəftərimizə də Q hərfinin tələffüzü. Q hərfi 4 cür tələffüz olunur. Yadınızdadsa Q hərfini keçəndə demişdik ki, Q 5 cür tələffüz olunurdu, amma Q hərfi isə 4 cür tələffüz olunur. Yəni birinci tələffüz formasına baxaq. Yəni Q olduğu kimi. Q olduğu kimi necə tələffüz olunur? Baxaq, adətən sözün əvvəlində gələndə. Sözün əvvəlində. Məsələn, deyək ki, qardaş sözü ən çox qabağımıza çıxan sözlərdəndir. Qardaş sözündə Q başda gəlir deyə biz Q-nı başqa cür demirik. Elə Q yazır, Q-da deyirik. Sözün ortasında da gələ bilər uşaqlar. Sözün ortasında da. Sözün ortasına gələndə də Q olduğu kimi tələffüz olunur. Məsələn, deyək ki, miqyas sözü. Miqyas. Amma burada iki məqam var. Əgər, gəlin miqyası silək. Gəlin bunu iki cür yazaq. Gələrsə, sözün ortasına gələrsə. Aha, indi bir daha aşağı ox çəkək. Bir qoyaq. Əgər özündən sonra kar samit varsa K kimi deyiləcək. K. Baxın ki. K yox, K. Məsələn, ən çox elə qabağımıza çıxan sözlərdən biri məqsəd sözüdür. Nöqtə də ola bilər. Məqsəd. Bir deyilişə baxaq. Baxın, Q-dan sonra S kardır da K olaraq tələffüz olunacaq. Q, yəni S kar olduğu üçün K kimi tələffüz olunacaq. Məqsəd. İndi bu niyə T oldu? Onu da gələcək mövzumuzda başa salacağım. Sonu bıcılığı ilə bitənlərdə kar qarşılığı ilə əvəz olunur. İkinci, əgər özündən sonra özündən deyəndə, yəni Q-dan sonra da mövzumuz Q-dur. Əgər özündən sonra cingiltili samit gələrsə, qısa yazaq, samit varsa, onda necə tələffüz olunacaq? Q olduğu kimi qalacaq. Məsələn, bayaq söz yazmışdım. Miqyas. Baxın, Q-dan sonra nə gəlir? Y gəlir. Y cingiltilidir deyə Q olduğu kimi burada qalacaq miqyas. Məsələn, nöqtə sözü. Nöqtə sözündə baxaq, Q-dan sonra T gəlir. T kardır. Ona görə Q, K kimi deyiləcək. Gördünüz mü? Burada da başa düşdünüz məncə. Gələk nəyə? Bir də ki, istisnamız var burada bir dənə. Qırmızı ilə belə ulduz. İstisna. Haqlı sözü, baxın, haqlı sözü haqlı olaraq tələffüz olunur. İndi deyəcəksiniz ki, niyə Q olduğu kimi qalmadı? Axı dedik, Q-dan sonra cingiltili gələrsə, Q olduğu kimi qalır. Amma burada qalmadı. Bu bizim istisnamız. İstisnalar həmişə qaydaları pozulur. Görürsünüz, cingiltili gələndə Q olduğu kimi qalır, amma burada qalmadı. Dəyişdi, K oldu. Bu istisna. Yəni qabağınıza çıxsa, təəccüblənməyin. Gələk. Bu bir idi. Bu iki idi. Bu 3 olsun. Gələk 4. Dördüncü. Bir də əgər Q sözü Q-nı deyəndə Q səsi eşidirsinizsə, Q-nın yerinə X yazırıq. Yaxşı mı? X, kar qarşılığını yazırıq. Baxın. İndi A qoyaq. Q-dan sonra əgər samitlə başlayan söz gəlirsə, başlayan söz ya da şəkilçi gəlirsə, söz yazıram, gəlirsə, X kimi deyiləcək. Məsələn, deyirəm ki, məsələn, ne deyək,
Yarpaq rəngi. Məsələn. Baxın. Qdan sonra samitlə başlayan söz gəldi. Ğı necə tələffüz olunacaq? X kimi karlaşacaq. X kar oldu. Rəngi. Əgər saitlə başlayan söz gəlirsə, elə cingiltili olaraq qalacaq. Qdan sonra saitlə başlayan söz gələrsə, necə olacaq? Ğı olacaq. Yaxşımı? Kar olmayacaq, cingiltili olacaq. Samitlə gələndə karlaşır, amma sait gələndə karlaşmır. Məsələn, deyirəm ki, qonaq otağı. Qonaq otağı, baxın. Qdan sonra saitlə başlayan söz gəldi. Qonaq otağı. Gördünüz? X olmadı, karlaşmadı. Çünki saitlə başlayan söz gəlir. Sonra əgər heç nə gəlmirsə, elə X-dır. Baxın, qını deyəndə Q səsi. Məsələn, bura yazaq, adicə, məsələn, nə yazaq? Bayraq yazaq. Bayraq. Necə tələffüz olunur? Bayraq. Uşaqlar, Q deyirik. Məsələn, siz eşidə bilərsiniz ki, bayraq demirik, bayraq deyirik. Amma yazanda kar yazırıq onu. Əgər saitlə başlayan söz gəlsə, kar yazılır. Sonra 4 yazdıq, indi 5 yazaq. Bir də bəzən olur ki, Q hərfi nə Q olur, nə də X olur. Tamamilə fərqli olur. K olur bəzən, K olur. Bu əsasən alınma sözlərdə olur, yəni bizim sözlərdə olmur, alınma sözlərdə. Alınma sözlərdə sonda Q gəlirsə, o K kimi deyilir. Məsələn, məntiq sözü alınma söz, bizim sözümüz deyil. Baxın, məntiq olur. Gördünüz? Mən dedim axı Q, X olur, amma burada K oldu. Mesela sadiq sözü. Bu söz çok qabağınıza çıxır. Sadiq. Hətta burada uzanma var. Baxın, sadiq demirik. Sadiq deyirik. Sadiq. Bu da K kimi deyilir. Bir dənə uşaq sözü istisnadır. Niyə görə? İstisna uşaq sözü. Nəyə görə? Uşaq sözü əslində alınma söz deyil. Alınma söz. Amma K deyil. Alınma sözlərdə Q, K kimi tələffüz olunur da dedik. Amma uşaq sözü alınma olsa da K kimi tələffüz olunur. Biz uşaq demirik. Uşaq deyirik. Təbii ki, X yazırıq çünki kar qarşılığında. Belə. Bir də K kimi qoşa olanda, qoşa Q olanda yazırıq. Qoşa Q olanda. Məsələn, saqqal sözü. Testlərində qabağınıza çıxacaq. Biri K olur. Birincisi K olur. Saqqal. O birisi qalır. Birincisi K olur. Belə.